Bu günlerin 10 Mart 2025. ildir. Cinemalar kəndində şəhid qardaşımız Əliyev Ramil Sakiroğlu'nun mövzusundayıq. Veteranlar İctimai Birliği üzvü olarak kuran başta Rıza Quliyev Füzuli müəllim olmasına, Eyləqan Fidiyanın rəhbərləri Akif müəllim, Əlövsət müəllim olmasına hamısının adından şəhidimizin yaxınlarına da səbir diləyirik. Onun Allah'tan rəhmət diləyirik qardaşımıza da. Bu günlərin biz özümüzə borc tutub, qardaşımızı ziyarət edib, onların valideynləri qismən doğru. Az olsa, təsəlli olalım. Allah cəmi şəhidlərimizə versin. Dik tut başını anam, ağlama. Lay balam, Ağlama anam, güzel balam, ağlama. lay balam, güzel balam. Allah cəmi şəhidlərimizin yeri cənnət olsun. Gələn anaların qarşısında qaç eyləyəm. Həmşərin anası, Yusuf'un anası, Niyamətin anası, Səhədin anası, Məhəmmədin anası, hamısına Allah səbir qərar versin, gözün versin, yükü çəkə bilir. Ağırdır valla. Mən də Hüseyin Sərhədin anasıyam. Bunlara ziyarət edilmələr öz əllərinin öz balasının qanı yuvan anaya. Allah mən bu anaya həmişə səbir diləyəcəm. Oturdum dedim. Allah o bir balasını gözünə çıraq eləsin. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Şəhid kapitan Həmzəmizin anasıyam. Bugün biz Ramil Əliyevin mövluduna, onun ocağına, işığına yığışmışıq. Yəni bu bir, necə deyim, bir tədbirdir. Bu tədbirlər təkcə tədbir xarakteri daşımır. Məncə bu gələcək nəsillərə, gənclərə bir örnək, bir nümunədir ki, bunların qəhrəmanlıqları, bunların həyat yolları
gənclərə, gələcək nəsillərə bir işıq olaraq ötürülür. Deməli, deyim ki, zəfərə gedən yol aprel döyüşlərindən başlayaraq, sonra 2-ci Qarabağ müharibəsi dövrü, ondan sonra isə antiterror əməliyyatları zamanı bu oğullarımız şəhadətə ucaldılar. Əgər Vətən müharibəsi dövründə bayraqlarımız Azərbaycanımızın bütün bölgələrində dalğalandı, ancaq hələ də Xankəndində dalğalanmırdı. Və antiterror əməliyyatlar zamanı Ramil kimi oğulların sayəsində bizim üçrəngli bayrağımız Xankəndində dalğalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həmin günü Azərbaycan ərazisinin bütövlüyü, suverenliyimizin günü kimi elan olunması biz şəhid anaları üçün böyük bir təsəllidir. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Allah Taala bu oğullarımızın and içərək getdikləri və bükülərək qayıtdıqları Azərbaycan bayrağımızı daim ucalardan uca eləsin. Heç vaxtı bizim bu bayrağımız, üçrəngli bayrağımız enməsin. Allah Taala dövlətimizi, dövlətçiliyimizi qorusun. Hal-hazırda hərbi xidmətdə olan əskərlərimizi qorusun. Allah bir daha ölkəmizə pis gün göstərməsin. Dik tut başını ana, ağlama, Lay lay balam var, ağlama ana. güzel balam.